həftədən etibarən sizə yeni bir əsər rubrikamızı təqdim edirik. Burada biz hər həftə müasir estradanın ən yadda qalan musiqilərindən biri haqqında danışacağıq. İlk musiqimiz isə Respublikanın xalq artisti Zülfiyə Xanbabayevanın ifa etdiyi Sənsiz musiqisi olacaq. Səkiz sentyabr 2003-cü ildə Zülfiyə xanım musiqisi Hüseyn Abdullayev, sözləri isə İsmail Dadaşova məxsus olan Sənsiz musiqisini klipi ilə birgə təqdim etdi. Mahnının təqdim olunmasından 22 il keçsə də hələ də aktualdır. Baxmayaraq ki, YouTube kanalında 9 il öncə yerləşdirilib, lakin 5 milyondan çox izlənmə ilə yaddaşlarda qalır. Sevgi nəğməsində döndüm küləmən, ayrılıq küləkləri apardı məni. Zamanında həftənin 40 anı hit paradına belə daxil olmağı bacarıb və eyni zamanda birinci pilləyə qədər də yüksəlib. Burada dünya estradasının mahnıları da yer alırdı. Sənsiz isə burada ilk Azərbaycan musiqisi idi ki, birinci pilləyə yüksəlmişdi. Sən bil ki, mən səni yenə ömür boyu arzularımdır. Bəs siz bilirsinizmi ki, bu musiqi eyni zamanda düz 6 həftə Bakıda ən çox satılan mahnı olub? Bəli, zamanında keyfiyyətli musiqilər çox yaxşı şəkildə öz dəyərini alırdı. Daha sonra isə Zülfiyə xanım bununla da kifayətlənməyərək eyni adlı albomunu da təqdim etdi. Bu albomun ən əsas yadda qalan tərəfi o idi ki, albomun 70% musiqisi yeni musiqilər idi. Heç vaxt heç yerdə səslənməyən. Həmin zamanlar üçün bu böyük bir risk və xərc tələb edirdi. O zamanlar bu musiqiləri tapmaq, eşitmək bugünkü qədər asan deyildi. Lakin alboma daxil olan bütün musiqilər öz layiqli yerini tapdı. Burada Sənsizin aktuallığı da çox idi. Ən əsası isə Sənsiz mahnısı 50 mindən çox izləyicinin qarşısında ifa edilib və alqışların ardı arası olmayıb. Bu, Tofiq Bəhramov adına olan stadionda baş tutub. Sən bil ki, mən səni yenə ömür boyu arzularım. Ən əsas məqamlardan birini qeyd edək ki, mahnının adı Sənsiz olsa da, hər kəs bu mahnını sən bil ki deyə səsləndirir. Bu sözlər hər kəsin ürəyində çox gözəl yerə sahib olmağı bacardı. Sonda isə bir şey qeyd edək ki, Zülfiyə xanım, biz sizin bütün ifalarınızı sevirik. Sizə təşəkkür edirik ki, bu cür keyfiyyətli musiqini ömürlük yaddaşımıza həqq edə bilmisiniz. Amma çox heyfslənirik ki, bu keyfiyyəti daşımaq bugün hər kəsə nəsib olmur. Sizdən isə bu əsərlərin ardını gözləmək ümidi ilə.